Bir daha herkese salam. Bugünkü imtahanın publisistik mətninin izahını verəcəm. 47-ci sual. Mətndə hansı sual cavab tapmaq mümkün deyil? Deməli, Cəlal Qaryağdı yaradıcılığına xas olan xüsusiyyətlər nədir? O verilib mətndə, yəni onu axtarıb tapa bilərsiniz. Yəni burada verilib monumental dekorativ heykəltaraşlıq gördüyünüz kimi verilib. Gəncə şəhərinin Nizami heykəli üzərində yaradıcılıq işi neçənci ilə təsadüf edir? Bəli, o da verilib 1946. Sonra Məmmədov, Eldarov, Şamilov heykəltaraşlıq sənətinə hansı yeniliklər gətiriblər? Bəli, bu mətndə qeyd olunub ki, onlar yeniliklər gətiriblər, amma onların gətirdiyi yeniliklərin nə olmağı ilə bağlı heç bir məlumat verilməyib. Ona görə burada cavabımız olacaq C variantı. D baxaq, 1970-1990-cı illərdə Azərbaycan heykəltaraşlığında hansı sahədə nailiyyətlər əldə olunub? Bəli, o da var. Mətnin içində baxsaq, burada. Deyir ki, kiçik plastika sahəsində yəni verilib. Y baxaq, birgə yaradıcılıq işi təqdim etmiş heykəltaraşlar kimdir? O da verilib burada. Ayrıca Məmmədov, Eldarovla birlikdə yaratdığı Məhəmməd Füzuli heykəli. Bəli. Cavabımız olacaq C variantı. 48. Mətndə sizdən yanlış fikir müəyyən edin. Burada cavabımız olacaq D variantı. Bakıda ucadılan dahi sənətkarlarımız Nizami və Füzulinin heykəllərinin postamenti eyni ölçüdədir. Xeyr, bununla bağlı mətndə verilib. Deməli, burada göstərilib ki, 6 metr, deməli, Nizami meydanının mərkəzində 9 metrlik postament, üzərində ucadılan 6 metrlik Nizami heykəli. Deməli, Nizami Gəncəvidə postamentin hündürlüyü, deməli, 9 metr olub, ancaq Füzulidə isə bir dəqiqə tapsaq, bəli, 6 metrlik postament gördüyünüz kimi, yəni cavabımız burada olacaq D variantı, yəni yanlış fikirdir. 49. Hansı plan bəndi mətnin əsas hissəsinə aid deyil? Əznəbi sənətkarların heykəlləri, bəli, bu mətnin əsas hissəsində verilməyib bununla bağlı. Ona görə cavabımız olacaq, deməli, B variantı. 50-ci sual. Hansı fikri Eder-Venn diaqramının heç bir xanasına yazmaq olmaz? Burada da cavabımız olacaq Y. Məhəmməd Füzulinin heykəlini yaratmışdır. Çünki yəni heç biri bunlardan Məhəmməd Füzulinin heykəlini yaratmayıb. Füzulinin heykəlini yaradanlar Məmmədovla Eldarovdur. Ona görə cavabımız olacaq Y variantı. 51-ci sual. Mətnin nəticə hissəsini hansı cümlə ilə tamamlamaq olmaz? Nəticə hissəmizə bir baxaq. Müasir dövrdə Azərbaycan heykəltaraşlığı 20-ci əsrin ənənələrindən bəhrələnərək yeni formalar axtarışındadır. Burada isə deməli nə deyir? Bununla da heykəltaraşlarımız qədim ənənələrə sədaqətlərini qoruyub saxlayırlar. Bu ola bilər. Yəni olmayan axtarmalıyıq biz. Azərbaycan heykəltaraşlığı müasir dövrün tələblərinə uyğun olaraq yenilənməkdədir. Bəli, bu yanlışdır. Çünki nəticədə deyir ki, 20-ci əsrin ənənələrindən bəhrələnir. Yəni keçmişə əsaslanır. Ancaq burada isə deyir ki, müasir dövrün tələblərinə uyğun olaraq yenilənir. Ona görə də yəni B variantı yanlışdır. Cavabımız B. 52. Altına xətt çəkilmiş sözün məcazi və ya həqiqi mənada olduğunu və həmin sözün mətndəkindən fərqli mənada işləndiyi cümləni müəyyən edin. Altına xətt çəkilmiş cümləmiz hardadır? Bəli. Bu monumental heykəl hazırda Bakıda İncəsənət Muzeyində saxlanılır. Bəli. İndi biz bunu mətndəki mənasını axtaracağıq. Mətndə deməli bu həqiqi mənadadır. Ona görə A, B, Y olmayacaq. İndi biz fərqli funksiyada axtaracağıq. Yəni həqiqidirsə məcazi. İnsanın həyatda yaşadığı çətinliklər onu möhkəmləndirir və ruhunu güclü saxlayır. Bəli, yəni ruhu güclü necə saxlaya bilər ki, yaşadığı şeylər? Yəni məcazi mənadadır. C-yə də baxsam, yəni C-də bütün əhəmiyyətli sənədləri öz ofisində saxlayır. Xeyr, bu həqiqi mənadadır. Ona görə də yanlışdır. Üçüncü sual. Mətndə tünd qərarlarla verilmiş sözlərdən heç birinin kontekstə görə şərhinə uyğun deyil. Deməli, baxaq sözlərimizə. Biri təbliğat sözüdür. Təbliğat sözünün mənası burada verilib. O da bir nəzəriyyəni, ideyanı, biliyi və sair kütlə arasında yaymaq. Bəli. Yəni onun cavabı var. Növbəti sözümüz hansıdır? Fiqur sözü. Oxatan gənc fiquru. Buna göz önündə ola bilər. Bəli, fiqur sözü də burada olacaq. Rəssamlıqda, heykəltaraşlıqda insan və heyvan təsviri. Növbəti söz monumental sözüdür. Monumental da onun da mənası verilib burada. O da əzəmətli, möhtəşəm, yəni C variantında verilib. Növbəti sözümüz görək hardadır. O da ən sondaydı. Bəli, bəhrələnmək sözü. Bəhrələnmək sözü də yəni bir şeydən, yəni faydalanmaq kimi, o da yəni A variantında var. Yəni burada cavabı verilməyən Y variantı olacaq. Yəni doğru cavabımız oldu. Bədənlə incə ritmik hərəkətlər göstərmə məharəti. 4-cü sual. Mətn əsasında düzgün uyğunluğu müəyyən edin. Tokay Məmmədov və Ömər Eldarov 50-60-cı illərdə heykəltaraşlıq sənətini inkişaf etdirən yeganə heykəltaraşlar olublar. Bu yanlış fikirdir. Çünki mətndə qeyd olunub ki, onlar yeganə, baxın, Tokay
İlkay Məmmədov, Ömər Eldarov, Elçin Şamilovun və başqalarının fəaliyyəti diqqəti cəlb edir. Yəni bu 50-60-cı illərdə yalnız onlar olmayıb, başqaları da olub və bunun da qabağında yanlış yazılıbsa, yəni doğru yazılıb. Ona görə cavabımız olacaq A variantı. Digər variantlara da baxsaq, Məhəmməd Füzulinin abidəsi 6 metrlik postament üzərində ucaldılıb və şairin düşüncələrə daldığını təsvir edir. Bəli, bu doğru fikirdir. Lakin qarşısında yanlış yazılıb. Ona görə səhvdir. 50-60-cı illərdə Azərbaycan heykəltaraşlığının inkişafında əcnəbi sənətkarların rolu əvəzsizdir. Mən az öncə də qeyd etdim ki, 50-60-cı illərdə əcnəbi sənətkarlar deyil. Burada öz sənətkarlarımızdır. Ona görə də yəni bu doğru yazılıb, yanlışdır. Ona görə C-də deyil. Oxatan gənc fiquru Bakının mərkəzi meydanlarının birini bəzəyir. Buna doğru yazılıb. Baxın, oxatan gənc fiquru buna gözəl nümunə ola bilər. Deyir, həmin heykəl Bakıda İncəsənət Muzeyində saxlanılır. Yəni meydanda deyil. Ona görə bu yanlışdır. Qabağından isə doğru yazılıb. Füzulinin heykəlini Elçin Şamilov və Ömər Eldarov yaradıblar. Baxaq, Füzulinin deməli heykəlinin, yəni abidəsini Məmmədov və Eldarov yaradıblar. Burada isə yazılıb ki, Elçin Şamilov. Ona görə də yəni bu yanlışdır. Lakin qabağına doğrudur yazılıb. Ona görə yanlışdır. Cavabımız olacaq A variantı. 85-ci sual. Daha doğrusu 55-ci sual. Həmin dövrdə yaradılan heykəllər həm də yüksək estetik dəyərə və sənətkarlıq bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdır. Fikri əvvəlində işarə qoymuş hansı abzasda ifadə olunan məzmuna ziddir. Seçiminizi əsaslandırıb yazın. Zid dedikdə yəni ona əksdir. Yəni burada inkar olunur. Bu da birinci olacaq. Yəni üçbucaq işarəsi burada düşməyib. Yəni bu hissədir. Yəni üçbucağı qeyd edəcəksiniz orada. Çünki orada qeyd olunur ki, üçbucaq olan hissədə, yəni birinci abzasda 20-ci əsrin əvvəllərində heykəltaraşlığımız da özünü büruzə verməyə başlayır. Bu zamanlar əsasən Bakı şəhərinin müxtəlif ölkələrdən gəlmiş heykəltaraşlar fəaliyyət göstərirdilər. Onların yaratdığı əsərlərin əksəriyyəti təbliğat xarakteri daşıdığı üçün uzun ömürlü olmamışdır deyir. Yəni uzun ömürlü olmamışdır deyir. Burada isə deyir ki, həmin dövrdə yaradılan heykəllər həm də yüksək estetik dəyəri və sənətkar bacarığına malik idi. Buna görə də onlar müasir dövrə qədər gəlib çatmışdır deyir. Ona görə də yəni bu fikir digər fikri inkar edir. Əsaslandıra da bilərsiniz ki, yəni üçbucaq işarəsini qeyd edə bilərsiniz və əsaslandırmada yaza bilərsiniz ki, həmin hissədə, yəni üçbucaq işarəsinin qoyulduğu hissədə həmin əsərlərin, yəni təbliğat xarakteri daşıdığı üçün uzun ömürlü olmadığı qeyd olunub. Lakin bu cümlədə isə onların müasir dövrə qədər gəlib çıxdığından bəhs olunur. Ona görə də yəni ona ziddir. 56-cı sual. Heykəltaraşlıq görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm bir vasitədir fikrini mətnə istinad edərək əsaslandırın. Görürsünüz ki, burada yəni deyir ki, görkəmli şəxsiyyətlərin xatirəsinin qorunmasından danışır burada. Və biz də buna bir fakt verməliyik. Bundan da bağlı olaraq Füzulidən danışa bilərsiniz, Nizamidən danışa bilərsiniz, onların heykəllərindən danışa bilərsiniz, onları misal çəkə bilərsiniz və s. Mətndən də bu qədər. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, dostlarınızla paylaşmağı və rəy bildirməyi unutmayın. Sağ olun.